Mən uzman doktor Elgün Hacıyev, YouTube səhifəmə xoş gəlmisiniz. Bugünkü mövzumuz penisə vurulan iynələrdir. İləri dərəcəli sərtləşmə problemlərini dedik ki, biz artıq zərbə dağlar terapiyalarıdır, penis injeksiyalarıdır və s. icra edirik. Xəstədə əgər bu problemlər düzəlmirsə, sərtləşdirmə dərmanları kömək etmirsə və edilən müalicələr də istənilən nəticələri gətirmirsə, biz axırıncı müalicə növlərindən birisi olaraq simptomatik şəkildə pasientlərə sərtləşdirmə iynələr vura bilirik. Yəni bu üçün bir həkimə ehtiyacı yoxdur. Pasientin özü evdə münasibətə girmədən qabaq təqribən 10 dəqiqə qabaqcadan cinsi orqana bu iynəni vuracaq. Buradakı kimi qalın olmur o iynə. Vurulur və süni şəkildə penisdə sərtləşmə yaranır. Bu sərtləşməni tam 2 saata qədər cinsi orqan sərt qala bilir və pasient də öz ehtiyaclarını müəyyən qədər qarşılaya bilir. Bu əslində sadəcə olaraq iynə batırılan yerdə müəyyən qədər diskomfort hissi yarana bilər, amma sərtləşmə pasientin istədiyi kimi ola bilir. Həftədə bu 3 və yaxud da 4-ü keçməməli deməliyik. Çünki bəlli bir yaşdan sonra əgər bu tez-tez vurularsa penisdə ağrılara və yaxud da əyriliklərə səbəb olma ehtimalı var. Əgər bunlar da öz təsirini göstərmirsə, təəssüflər olsun ki, axırıncı metod və yaxud da axırıncı müalicə növü penis protezinin qoyulmasıdır. Bunun kimi maraqlı videolardan vaxtında xəbərdar olmaq üçün YouTube kanalıma abunə ola bilərsiniz. Əgər sizi maraqlandıran bəzi suallar və bəzi nüanslar varsa, şərh bölməsində yaza bilərsiniz.